Azərbaycan futbolunda görəsən nə vaxtsa danışılmış oyunlardan canımızı qutara biləcəyimi? Demək olar ki, hər il AFFA hansısa futbolçunu cəzalandırır, ömürlük futboldan uzaqlaşdırır, yenə də cəmaətə dərs olmur. Bəziləri futbolda qazanmaq istəyirlər, özü də qeyri-qanuni qazanmaq istəyirlər. Dekabrın sonunda, belə deyək, 1-ci liqada növbəti oyun keçirildi, Səbail Şimal oyunda və AFFA mütəxəssisləri bu oyundan şübhələndilər. Çünki qonaq komandası 17 dəqiqə ərzində 4 qol vuraraq qələbə qazandı. Bu Şimalın birinci qələbəsi idi bu mövsümdə. İndi hələ demək çətindir. O həmin oyunda danışılmış oyun olub yoxsa yox, kimsə cəzalanacaq yoxsa yox. Onu qərardan sonra bilinəcək. Amma sadəcə olaraq növbəti dəfə 1-ci liqada, növbəti dəfə danışılmış oyun söhbətləri artıq çox güman ki, bəzi adamları yorub. Və bunun qabağını almaq da olmur. Sizcə bununla necə mübarizə etmək olar?